Azərbaycan Atabəylər dövləti, Eldənizlər dövləti xəritəyə diqqət eləyək. Eldənizlərin böyük bir ərazisi olubdur. Dəfələrlə qəbula düşüb bununla bağlı suallar, Eldənizlərlə bağlı suallar və sualların birində xəritə ilə bağlı bir sual düşmüşdü. Eldənizlər yaranıb, yəni ilk paytaxt olub Naxçıvan şəhəri. Naxçıvan Azərbaycan Respublikasında, yəni müasir Azərbaycan Respublikasında cənubda yerləşə bilər, amma o dövr Eldənizlər üçün gördüyümüz kimi böyük bir ərazini əhatə edən Eldənizlər üçün o vaxt Azərbaycanın cənubu deyiləndə, yəni cənub deyiləndə buralar nəzərdə tutulmurdu axı. Cənubi Azərbaycan haradır? Urmiya ətrafı, Arazdan cənub. Deməli, onda Eldənizlər əsası Cənubi Azərbaycanda yox, Şimali Azərbaycanda qoyulubdur. Çünki Naxçıvan Şimali Azərbaycan ərazisidir. Bu gün bizdə varsa demək Şimali Azərbaycan ərazisidir. Yəni uşaqlar bəzən bunu səhv salırlar. Azərbaycanın cənub ərazisi deyə deyirlər ki, müəllim cənubda qoyulub da əsası. Xeyr. Bu Şimali Azərbaycanın, Naxçıvan Şimali Azərbaycan deyə əsası məhz Şimali Azərbaycan Naxçıvan torpaqlarında qoyulubdur. Buna diqqət edirik. Və indi danışaq Eldənizlər dövlətinin yaranmasından. Eldənizlər dövlətinin yaranması Azərbaycan Atabəyi Şəmsəddin Eldənizin adı ilə bağlıdır. O cavanlıqda İraq Səlcuq Sultanının hökmdarı 2-ci Toğrulun sarayında xidmət etmişdi. Deməli, Eldəniz cavanlığında harada xidmət edib? İraq Səlcuq Sultanının hökmdarı 2-ci Toğrulun sarayında xidmət edibdi. İraq Səlcuq Sultanı, hansı ki Səlcuqlar zəifləmə nəticəsində sultanlıqlar yaranmışdı. Onlardan biri olan İraq Səlcuq Sultanlığının hökmdarı 2-ci Toğrulun sarayında xidmət edibdi. Birinci Toğrul Səlcuqları yaratmışdı. İkinci Toğrul da İraq Səlcuq Sultanıdır. Burada xidmət edən kimdir? Eldəniz. Eldəniz heç vaxt saray fitnə fəsadlarına uymamış, hökmdarları daim sədaqətli olmuş, buna görə də əmir rütbəsinə qədər yüksələ bilmişdi. Hansı rütbəyə yüksəlmişdi? Əmir rütbəsinə yüksəlmişdi. Bəs Teymur nə zaman əmir rütbəsi almışdı? Dövləti yaradanda 1370-də. İndi deyirik ki, məhz bu zaman Sultan 2-ci Toğrulun az yaşlı oğlu Arslan Şahın Atabəyi təyin edilmişdi. Deməli, kimin Atabəyi təyin edilibdi? 2-ci Toğrulun oğlu Arslan Şahın Atabəyi təyin edilibdi. 1136-cı ildə Sultan Məsud Arranı iqta kimi Atabəy Şəmsəddin Eldənizə bağışlayır. Deməli, iqta olaraq Arran deyəndə, yəni Şimali Azərbaycan torpaqları nəzərdə tutulurdu. İqta olaraq deməli bu torpaqlar Arran Atabəy Şəmsəddin Eldənizə bağışlanıbdı. Baxın, iqta olaraq bağışlanmaq biz bu da harda öyrənmişdik? Deməli, Sacilərdə öyrənmişdik ki, bunu oxşar götürürük. Orada da Əbsac Divdada verilmişdi. İndi Atabəy Şəmsəddin Eldənizə bağışlanır. Kim bağışlayır? Bağışlayan Sultan Məsuddur. Aha. Sultan Məsud bağışlayır. İqamətgahı Bərdədə yerləşən Eldəniz tezliklə yerli əmirləri öz tərəfinə çəkir. Sultanın xidmətdə asıllığından çıxır. Deməli, iqamətgahı haradaydı Eldənizin? Çünki Arranın anası haraydı? Bərdə. Deməli, iqamətgahı harada olubdu? Bərdədə. Amma tezliklə nə edir? Onların tabeliyindən çıxır və müstəqil olur. Və buna yerli əmirləri öz tərəfinə çəkməklə nail olubdu. Tədricən o demək olar ki, bütün Azərbaycana yiyələnir və xırda hakimləri özünə tabe edibdi. Eldənizlər dövləti 1136-1225-ci illərə əhatə edibdi. Ümumiyyətlə, bir dövlət öyrəniriksə, onun yaranma tarixini, kimin yaratdığını, ilk hökmdarını, son hökmdarını, paytaxtını, nə vaxt süqut etdiyini gözü yumulu əzbərə bilməliyik. Bilmiriksə, demək ki, dərs öyrənməmişik. 1160-cı ildə İraq Səlcuq Sultanlığında əmirlərin qəsdi nəticəsində Sultan devrilərək öldürüldükdən sonra onun taxt tacına Eldənizin səyi nəticəsində qəyyumluq etdiyi oğulluğu Arslan Şah çıxarılır. Demək, 1160-da İraq Səlcuq Sultanlığında qəsd törədilir. Bu qəsd nəticəsində Sultan devrilir, öldürülür. Ondan sonra taxtaca kim gəlir? Arslan Şah. Arslan Şah kimin səyindən gəlir? Eldənizin səyindən gəlir. Çünki Eldəniz ona qəyyumluq eləyirdi. Atabəy Şəmsəddin Eldəniz İraq Səlcuq Sultanlığı taxtının əsl sahibi olur. Arslan Şah balacadır. Əslində onun adından kim idarə edir buraları? Elə Şəmsəddin Eldəniz. Biri də bu qəbul salı olmuşdur. Yəni deməli, bu dövrdə Atabəy Şəmsəddin Eldəniz İraq Səlcuq Sultanının əsl sahibi olur. Sualda daha çox bu cür düşür ki, İraq Səlcuq Sultanının əsl sahibi kim idi? İraq Səlcuq Sultanının sahibi kim idi? Demək, Şəmsəddin Eldəniz. Bu zamandan etibarən Böyük Atabəy adlandırılan Şəmsəddin yeni dövlət hakimiyyətinin nüfuzunu möhkəmləndirməyə başlayır. Deməli, diqqət edək. Bu Atabəy təyin olunmağı hələ 2-ci Toğrulun zamanındadır. Amma Böyük Atabəy adlandırılmağı 1160-dan sonradır. İraq Səlcuq Sultanlığına faktiki idarə eləyəndən sonradır. Və bu dövrdə 12-ci əsrdə Sədrəddin Əl-Hüseynin dediyinə görə əsl hökmdar Atabəy Eldəniz
olmuşdur. Sultan Arslan Şahın isə yalnız adı hökmdardır. Yəni faktiki olaraq Eldəniz idarə edibdi. 12-ci əsrin 60-cı illərində Şəmsəddin Eldəniz böyük bir ərazini, o cümlədən Qəzvin, Fars, Ərdəbil, Nişapur, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Diyarbəkir, Şirvan, Kirman, Xuzistan tabe eləmişdi. Ümumiyyətlə o Qafqaz dağlarından Fars körfəzinə qədər uzanan böyük ərazini öz hakimiyyəti altına almışdı. Əl Hüseyninin məlumatına görə onun mülkləri Tiflis qapılarından Məkranədək uzanırdı. 1161-ci ilin avqustunda Gürcü qoşunları Çar 3-cü Georgi başda olmaqla Eldənizlərin hakimiyyəti altında olan ərazilərə soxuldular. Demək, Gürcülər nə zaman soxuldular? 1161-ci ildə. Kimi başçılığı 3-cü Georginin başçısı olmaqla. Həmin dövrdə Arranın tərkibində olan Ani şəhərini ələ keçirən Gürcü qoşunları 1163-cü ildə Eldəniz tərəfindən məğlub edildilər. Deməli, həmin dövrdə Arranın tərkibində hansı şəhər var idi? Ani şəhəri. Ani şəhərini kim ələ keçirir? Gürcü qoşunları. Və 1163-cü ildə Eldəniz tərəfindən məğlub edildilər. Demək, Eldəniz 1163-də Gürcüləri məğlub edibdi. Bu Naxçıvan döyüşüdür. Demək, Naxçıvan döyüşündə 3-cü Georgini məğlub edibdi. 1164-cü ildə isə Eldəniz Gürcüstana daxil olur və bundan sonra Gürcüstana daxil oldan bir ay sonra Dəbil şəhərini onların əlindən alır və 3-cü Georgini ağır məğlubiyyətə uğradır. 1175-ci ilin avqustunda Eldənizin əmri ilə onun ordu hissələri Cahan Pəhləvan başçılığı altında Gürcülərə qarşı daha bir yürüş etdilər. Nəticədə Gürcülər məğlub oldular. Bu məğlubiyyətdən sonra onlar Aniyə, eləcə də Eldənizlərin tabeliyində olan başqa torpaqları olan ideyalarına əl çəkirlər. Bu dövr hələ Eldənizin dövrüdür. Burada Məhəmməd Cahan Pəhləvan sadəcə olaraq sərkərdədir. Məhəmməd Cahan Pəhləvan hakimiyyəti 1175-1186 əzbər bilməliyik. Eldənizin vəfatından sonra hakimiyyətə böyük oğlu Məhəmməd Cahan Pəhləvan keçir. Cahan Pəhləvan hakimiyyət dövründə Eldənizlər dövləti iqtisadi və siyasi açıdan daha da qüvvətlənir. Cahan Pəhləvan sonuncu Səlcuq sultanı 3-cü Toğrulun atabəyi idi. Demək, 3-cü Toğrulun atabəyi kim olubdu? Cahan Pəhləvan olubdu. 3-cü Toğrul Cahan Pəhləvanın qəyyumluğu altında Naxçıvanda yaşayırdı. 3-cü Toğrul harda yaşayırdı? Naxçıvanda. Cahan Pəhləvan Azərbaycan idarəsinin qardaşı Qızıl Arslana tapşırdı və oğlu Əbubəkirin atabəyi təyin etdi. Demək, Qızıl Arslana Azərbaycan idarəsini tapşırır. Oğlu Əbubəkirin də atabəyi təyin edir. Dövlətin paytaxtı Həmədan olduğu vaxtda Təbriz Qızıl Arslanın iqamətgahı idi. Demək, Məhəmməd Cahan Pəhləvan dövründə paytaxt hara köçübdü? Həmədana köçübdü. Bu vaxtda isə Təbriz Qızıl Arslanın iqamətgahı idi. Cahan Pəhləvan sonralar Qızıl Arslan Eldənizlər dövlətinin siyasi dayağını möhkəmləndirmək məqsədi ilə Səlcuq sultanlarının payladıqları iqta torpaqlarını öz tərəfdarları olan feodallar arasında bölüşdürdülər. Cahan Pəhləvan yeni iqta torpaqları almış bu əmirlərin köməyi ilə 50 minlik mükəmməl süvari ordu təşkil etdi. Baxın, 50 minlik ordu Eldənizdə də var, Məhəmməd Cahan Pəhləvanda da var. Məhəmməd Cahan Pəhləvan nə edibdi? Demək, Səlcuq sultanlarının payladıqları iqta torpaqlarını öz tərəfdarları olan feodallar arasında bölüşdürübdü. Cahan Pəhləvan bir neçə dəfə Gürcüstana yürüş eləyib. Bu demək, Eldənizdən oxşar cəhətdir. Bir sıra qonşu ölkələrə hökmdarları Eldənizlər dövlətinin hakimiyyətini qəbul edərək Cahan Pəhləvan adına xütbə oxutdurdular. Əhəl məlikləri öz sikkələrində Eldənizlərin də adını zərb etdirdilər. Cahan Pəhləvan ayrı-ayrı vilayətlərin idarəsini oğullar arasında bölüşdürdü. Onun hakimiyyəti dövründə Eldənizlər dövlətində ticarət, sənətkarlıq, elm və mədəniyyət daha da inkişaf etdi. 1186-1191-də isə Qızıl Arslan hakimiyyətdə olubdu. Məhəmməd Cahan Pəhləvanda əsas bir məqam var. Məhəmməd Cahan Pəhləvan Təbrizi Ağsunqurilərin əlindən alıbdı. Bunu mütləq yadda saxlayaq. Təbrizi Ağsunqurilərin əlindən alan kim olubdu? Məhəmməd Cahan Pəhləvan olubdu. 1186-1191 Qızıl Arslan hakimiyyət illəridir. Məhəmməd Cahan Pəhləvanın ölümündən sonra hakimiyyətə Qızıl Arslan keçir. Mərkəzi hakimiyyətə tabe olmaq istəməyən feodallara qarşı mübarizə aparır. Səlcuq sultanı 3-cü Toğrulu ciddi nəzarətdə saxlayan Qızıl Arslan dövləti müstəqil idarə edirdi. Demək, Qızıl Arslan necə idarə edirdi dövləti? Müstəqil idarə edirdi. 1190-cı ildə Həmədan yaxınındakı döyüşdə 3-cü Toğrulu məğlub edib, onun mülklərini, iqta yerlərini özünün tərəfdarlarına payladı. Eynən Məhəmməd Cahan Pəhləvan kimi. Yaranmış qarışıqlıqdan istifadə edən Şirvanşahlar müstəqilliyə səy göstərirdilər. Buna yol verməmək üçün Qızıl Arslan Şirvana hücum edərək Şamaxını tutur. Şirvanşah 1-ci Axistan Eldənizlər dövlətinin vasalını yenidən qəbul etməyə məcbur olur. Bu hissəyə diqqət edin, çox düşən hissələrdəndir. Deməli, Eldənizin köməyi ilə 1160-cı ildə Şirvanşahlar Axistan hakimiyyətə gələndə Şirvanşahlar Eldənizlərdən nasıl hala düşmüşdü. İndi görürük ki, bəs Qızıl Arslanın dövründə də Şirvan müstəqil siyasəti yeridir deyə
Buna yol verməmək üçün Qızıl Arslan Şirvana hücum edir, Şamaxını tutur və Eldənizlər dövlətinin vassallığını yenidən qəbul etdirir. Deməli, kimin dövründə? Məhz 12-ci əsrin sonlarına yaxın Qızıl Arslanın hakimiyyəti dövründə. 1191-ci ildə Qızıl Arslan xəlifənin razılığı ilə özünü sultan elan edir. Deməli, özünü sultan elan eləmiş. Eldəniz hökmdarı kimdir? Qızıl Arslan. Tabelikdən çıxan vilayətləri hakimiyyətdən asılı vəziyyətə salır. Eldənizlər dövləti Dərbətdən İsfahana dək geniş bir ərazini əhatə edirdi. Qızıl Arslan hakimiyyət dövründə dövlətin siyasi vəziyyətinin möhkəmləndirilməsi ölkənin iqtisadi mədəni inkişafı üçün əlverişli şərait yaradır. Lakin bu vəziyyət uzun sürmür. İqta torpaqlarından məhrum olmuş narazı Səlcuq əmirlərinin sui-qəsd nəticəsində Qızıl Arslan öldürülür. 1191-1210-cu illərdə Əbbəkir olub hakimiyyətdə, 1210-1225-də isə Özbək olub hakimiyyətdə. Qızıl Arslan ölümündən sonra hakimiyyətə Cahan Pəhləvanoğlu Əbbəkir keçir. Əbbəkirin dövründə feodal çəkişmələrin nəticəsində Eldənizlər dövlətinin tənəzzülü başlayır. Kimin dövründə başlayıb tənəzzül? Əbbəkirin dövründə. 1194-cü ildə Xarəzmşah Təkəş hücum edib. Xorasan, Rey, Həmədan vilayətlərini tutub. Baxın, Xarəzmşah Cəlaləddin deyil. Xarəzmşah Təkəşdir. Demək, Cəlaləddin 1225-dir və 13-cü əsrdir. Amma 12-ci əsrdə hələ Eldənizlərin dövründə Təkəş, Xarəzmşah Təkəş 1194-də yürüş edir. Xorasan, Rey, Həmədan vilayətlərini tutur. 1197-ci ildə Həmədan uğrunda vuruşmada Xarəzmşahları məğlub edən Əbubəkir qardaşı Özbək ora hakim təyin edir. 1197-də də Həmədan döyüşü olubdu və bu Həmədan uğrunda vuruşmada Xarəzmşahları məğlub edən Əbubəkir, demək Əbubəkir Xarəzmşahları məğlub edib və qardaşı Özbək ora hakim təyin edibdir. Siyasi sabitliyin olmaması Əbubəkirin hakimiyyəti dövründə feodallar arasında çəkişməni daha da kəskinləşdiribdir. Bu sırada da Həmədan döyüşlərinin hamısını yadımıza salaq. Dərsdə bunları mütləq ki soruşacağam. 642 830 833 və bir də dünya tarixindən öyrəndiyimiz 1535. Burada da 1197-ci il Həmədan döyüşü. Baxın, diqqət edin, bu Həmədan uğrunda döyüşən Həmədan döyüş deməkdir. İki tərəf var. Kimdir? Bir tərəfdə deməli Xarəzmşahlar, bir tərəfdə də Eldənizlər. Kim qalib gəlir? Eldənizlər qalib gəlibdir. Əbubəkirin vəfatından sonra hakimiyyətə qardaşı Özbək keçir. Özbəyin hakimiyyət dövründə Eldənizlər dövlətinin tənəzzülü daha da güclənir. Feodal çəkişmələrin davam etməsi, müharibələr, mərkəzi hakimiyyətin getdikcə zəifləməsi ölkənin iqtisadi inkişafına ağır təsir göstərir. Onun müdafiə qabiliyyəti xeyli azalır. Belə bir şəraitdə Monqolların Azərbaycanda ilk yürüş nəticəsində daha da zəifləyən Eldənizlər dövləti 1225-ci ildə Xəlifşahın oğlu Cəlaləddinin Təbriz tutması ilə süqut edir. Demək, Eldənizlər nə vaxt süqut edir? 1225-də. Onun varına kim son qoyub? Xarəzmşahlar. Diqqət edək. Baxın, Xarəzmşahlar 1225-13-cü əsrdə yürüş edib. 12-ci əsrdə də yürüş edibdir. Amma son qoyulan nə vaxtdır? 1225. Baxın, bu dövr Monqolların da yürüşü dövrüdür. Amma ona son qoyan Monqol olmayıb, Xarəzmşahlar olubdur. Bu da Qaraxanilərlə oxşar cəhətdir. Deyildi ki, Qərbi Qaraxaniyə kimlər son qoyubdur? Xarəzmşahlar, demək, Qaraxani ilə Eldənizlərin oxşarlığı elə eyni əsrdə, hər ikisi 13-cü əsrdə Xarəzmşahlar tərəfindən varına son qoyulmaq deyə bilərik.